Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bu gün çox həssas, eyni zamanda çox vacib mövzu olan uşaqlara məhrəmlik hissi və bədən sərhədlərinin öyrədilməsi haqqında danışacağam. Bu mövzu uşaqların həm psixi və fiziki təhlükəsizliyi, həm də onların gələcək həyatları üçün təməl təşkil edir. Məhrəmlik nədir? Məhrəmlik uşağın öz bədənini, şəxsi əşyalarını və şəxsi məkanını tanıması, həmçinin bunlara hörmət edilməsini anlaması deməkdir. Uşaq bu anlayışları nə qədər erkən öyrənərsə, özünü qorumaqda bir o qədər də güclü olar. Biz böyüklər bəzən elə bilirik ki, uşaqlara məhrəmlik hissi və bədən sərhədlərinin öyrədilməsi ya ayıbdır, ya tezdir və yaxud da bu mövzu onlarda qorxu yaradacaq. Amma əslində isə tam əksinə, doğrudur. Məhrəmlik təkcə başqasının əşyasına icazəsiz əl vurma və yaxud da otağa daxil olarkən qapını döy demək deyil. Bu həmçinin uşağın öz bədənini tanıması, öz bədəninə hörmət etməyi və hörmət etdirməyi öyrənməsi deməkdir. Bununla yanaşı, öz bədəninə dair toxunuşlara da razılıq, icazə vermə haqqını başa düşməsi deməkdir. Bəs onda bədən sərhədləri nələrdir? Bədən sərhədləri uşağın bədəninə kimlərin, nə zaman, necə və hansı hallarda toxuna biləcəyinə dair haqlarıdır. Əgər bir uşaq qucaqlaşmaq istəmirsə, öpmək və yaxud da öpülmək istəmirsə, məcbur etməyin, çünki bu onun sərhəddidir. Biz böyüklər bəzən ayıb olar deyərək uşağın bu sərhədlərini görməzlikdən gəlirik və şantaj, qorxu, rüşvət ilə uşaqları manipulyasiya edirik. Məsələn, xalanı qucaqla, yoxsa səndən küsəcək. Əmini qucaqla, sənə hədiyyə verəcək. Və yaxud da bibini öpməsən, bir də sənə heç bir hədiyyə almayacaq. Dayını öpməsən, dayı küsüb gedəcək şəklində ifadələr işlədirik və bununla da uşaqlara təkidlər, baskılar edirik. Biz bəzən görürük ki, ictimai nəqliyyatda, avtobusda, metroda, yol ilə gedərkən bir böyüyə yer vermək üçün uşağı istəmədiyi bir halda ayağı qaldırırlar ki, sən qalx, qoy xala, bibi, əmi, dayı otursun, sən də onun qucağında otur deyə məcbur edirlər. Bununla da uşağın daxili siqnallarını susturmuş olurlar. Halbuki bu siqnallar uşağın özünü qoruma mexanizmləridir və susturmaq olmaz. Çünki uşaq bu sərhədləri tanımadığı halda, gələcəkdə özünün və başqalarının məhrəmlik hissi və bədən sərhədlərini tanımaqda çətinlik çəkəcək. Yox deyə bilməyən, zorakılığa uğrasa da, zorakılıq qurbanı olsa da susan və bunu heç kəslə paylaşmayan bir insan ola bilər. Buna görə də uşaqlara sərhəd qoymağı mütləq öyrətmək lazımdır. Uşaqlarla bu mövzuda necə danışa bilərik? İlk öncə bu mövzuya qorxulu bir söhbət kimi yanaşmayın. Sadəcə olaraq uşaqların yaşına və anlaq səviyyəsinə uyğun bir şəkildə danışmaq lazımdır. Məsələn, sənin bədənin sənə məxsusdur. Heç kəs sənin bədəninə toxuna bilməz. Əgər kiminsə toxunuşu səni narahat edirsə, bunu qorxmadan və utanmadan mənə bildirə bilərsən. Heç kim, hətta tanıdığın insanlar da, nə qohum, nə qonşu, nə dost, nə tanış sənin bədəninə və alt paltarının altında olan yerlərə toxuna bilməz. Əgər kiminsə toxunuşu səni narahat edirsə, bunu bildirməyə tam haqqın var. Bu cür cümlələr uşaqları qorxutmur, əksinə öyrəndir və gücləndirir. Uşaq bu sözləri eşitdikdə başa düşür ki, öz bədəni onun özünə məxsusdur və onu qorumaq onun haqqıdır və hər kəs bu haqqa hörmətlə yanaşmalıdır. Bəs uşaqlarla bu mövzuda nə vaxt danışa bilərik? İlk öncə onu qeyd edim ki, bu bir dəfə ilə danışıb bitirə biləcəyimiz bir məsələ deyil. Buna görə də tez-tez, müntəzəm və təbii vaxtlarda danışmaq daha faydalıdır. Məsələn, uşağı geyindirərkən, soyundurarkən, çimizdirərkən və yaxud da bədən üzvlərini öyrədərkən danışa bilərsiniz. Bu halda uşaqlar bu mövzuları qorxmadan və utanmadan normal bir şəkildə qarşılayacaq. Uşaqlara məhrəmlik hissi və bədən sərhədlərinin öyrədilməsi onların təkcə uşaqlıq dövrü üçün deyil, bütün həyatı boyu qoruyucu qalxan rolunu oynayır. Buna görə də uşaqlara məhrəmlik hissi və bədən sərhədlərini mütləq öyrətmək lazımdır. Əgər uşaq öz sərhədlərini və məhrəmlik hissini tanıyarsa, gələcəkdə cəmiyyət də bu sərhədləri tanıyacaq və hörmətlə yanaşacaq. Unutmayaq, məhrəmlik qorxutmaz, əksinə güvən verər. Sərhəd ayırmaz, əksinə qoruyar. Məni sona qədər dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.
Bu mövzu sizin üçün faydalı oldusa, paylaşın ki, daha çox valideyn, müəllim və mütəxəssis maariflənə bilsin. Güzərgah podkastında növbəti görüşlərədək özünüzə və uşaqlara yaxşı baxın.